Bağçada bir işi olsaydı filan kəs də işləyərdi. Uzun illər məktəbə qədər təhsil pilləsi bu məntiqlə işləyib. Artıq köhnə təfəkkürün dəyişmə zamanı çoxdan gəlib çatıb. Bunu Xəzər Xəbərə müsahibəsində Elm və Təhsil naziri Emin Əmrullayev bildirib. Nazirin sözlərinə görə təhsilin bu pilləsində dəyişikliklər olacaq. 3-4 yaşlı uşağın psixologiyasını anlayıb, ona təhsil verə bilənlər bura cəlb olunacaqlar. Eyni zamanda bağçalarda işə qəbul və ümumiyyətlə orada çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaq. Çünki bu mərhələ təhsilin əsas pilləsidir. Kifayət qədər qarşı təhsil verəndən ciddi bacarıq tələb edir, ciddi hazırlıq tələb edir. Bu belə, necə deyim sizə, gəldi uşaqla biraz oynadı, uşaq da öyrəndi, yəni belə sadə bir şey deyil də. Biz buna belə baxmışıq uzun müddət. Yəni bizim həqiqətimiz budur ki, bağçada orada bir iş olsaydı, filan kəs də işləyərdi. O filan kəs orada işləyəndə növbəti nəslin, belə deyək, gələcəyi orada mütəxəssis işləməklə müqayisədə daha az yaxşı olur, belə deyək. Belə məntiqlə yaxşı bağça olmur. Ona görə bu uzun sürən, çox uzun sürən bir proses olacaq və çalışmalıyıq ki, burada ən azı bu fikirləri cəmiyyətə çatdıraq ki, növbəti nəsil, bizim hər il işə götürdüyümüz adamlar mütəxəssislər olsunlar, yaxşı mütəxəssislər olsunlar. Hazırda bölgələrdə sayı 10 nəfərdən az olan 100-dən artıq məktəb var. Nazirin sözlərinə görə məhz bu problemə görə əsasən bölgələrdə məktəblərin optimallaşdırılması həyata keçirilir. Məqsəd uşaqların normal təhsilə cəlb olunması və təhsilin keyfiyyətidir. Məsələn, bu məktəbdə 10 nəfər uşaq oxuyur cəmi. İkisi 2-ci sinifdə oxuyur, ikisi 3-cü sinifdə oxuyur, biri 7-də oxuyur, 8-də heç kim oxumur və s. və bax. Belə bir məktəbimiz var. Təbii ki, valideyn olaraq uşaq yaxına məktəbə gedir. Mən də istəyirəm ki, uşağım yaxına məktəbə gedir. Mən bunu anlayıram, amma uşaq yaxına məktəbə gedirsə və onun sinif yoldaşı yoxdursa, mən müəllim tərəfini demirəm. Və siz müəllimsiz, girirsiniz sinifə, bir dənə uşağa dərs deyirsiniz 10 il. Yəni, müəllim kimi necə inkişaf edə bilərsiniz? Yəni, hansı formada sizdən biz inkişaf tələb edə bilərik? Maaş almaq baxımından baxırıqsa, bunu mən anlayıram, yəni də belə deyək ki, bəli, maaş almaq həmişə yaxşıdır. Amma bizim işimiz uşaqları öyrənməsi ilə bağlıdır. Yəni, uşaq öyrənmirsə və kimsə maaş alırsa, bunun adı olur səmərəsizlik. Emin Əmrullayev bildirib ki, şagirdlərin rahat ünvan başına çatması üçün məktəbli avtobus layihəsi də həyata keçirilməsi planlaşdırılır. Problemlər burada varmı? Əsasən yoxdur, bəzi hallarda var. Mən yenə bir işin 80% yaxşıdırsa, 20%-də problem varsa, bəzi nöqsanlar deyək varsa, biz onun qalmaqal yaradıb 80%-ni öldürməməliyik də. Biz çalışmalıyıq ki, o 20%-i düzəldək. Zaman lazımdır, 1 il, 2 il, 5 il, bilməm nə qədər, amma zaman lazımdır. Amma biz o 2-yə görə 8-i də vurub bağlayırıqsa, ondan heç vaxt heç nə alınmır. Yəni, bir də sonra qayıdırıq, ora bir də gəlir. Yəni, yer hərəkətimiz olur, amma yer dəyişməmiz sıfıra bərabər olur. O ki qaldı, paytaxtdakı məktəbli avtobus layihəsinə Emin Əmrullayevin sözlərinə görə burada məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir və yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır. Ruzanə Kərimli, Davud İbrahimov, Xəzər Xəbər.